Salam uşaqlar. Bugünkü dərsimiz kimyəvi birləşmələrin və qarışıqların fərqli xüsusiyyətləri, yəni kimyəvi birləşmələrin və qarışıqların hansı fərqli xüsusiyyətləri olduğunu müəyyənləşdirəcəyik. Belə bir suallar ünvanlanıb. İki şəkildə görürsünüz ki, xörək duz və su qarışığı və saf su və bunlara uyğun olaraq suallar var. Xörək duzu su ilə qarışığını bir-birini necə ayırmaq olar? Bu ayrılma üsulu fiziki yoxsa kimyəvi üsuldur. Suyun tərkibində olan hidrogen və oksigeni də oxşar üsulla ayırmaq olarmı? Bu suallara bu dərs cavab tapacaq. Ümumiyyətlə, qarışıqlar keçən dərsdə biz dedik ki, iki və daha çox kimyəvi birləşmələrdən və ya saf maddələrdən, saf maddə və kimyəvi birləşmə qarışığından əmələ gəlir. Kimyəvi birləşmələr də bilirsiniz ki, elementlər birləşməsindən əmələ gəlir və ya bu cür bunu yadda saxlaya bilərsiniz. Deməli, xörək duzu su qarışığını bir-birinə necə ayırmaq olar? Əlbəttə ki, bunu suyu buxarlandırmaqla ayırmaq olur. Buna fiziki üsul deyilir. Amma suyun tərkibində olan hidrogen və oksigeni fiziki üsulla ayırmaq olarmı? Əlbəttə ki, xeyr. Çünki onlar su özü kimyəvi birləşmədir və orada hidrogen və oksigen isə ayrı-ayrı elementlərdir. Ona görə də biz onu kimyəvi üsulla ayıra bilərik. Fiziki üsulla ayırmaq olmaz. Fiziki üsul deyildikdə, yəni həmin ayrılma üsulu maddənin tərkib hissələrini ayırarkən maddələrin xassələrinin dəyişməsi baş vermir. Amma kimyəvi üsulda isə maddələrin xassələri, tərkibində olan elementlər, xassələri, rəngi, aqreqat halı dəyişə bilir. Məsələn, suyu götürsək, su özü alçaq bir haldadır. Suyu hidrogen və oksigenə ayırmaq olarsa, hidrogen və oksigen orada qaz şəklində əmələ gələcəklər. Ona görə də suyun tərkibində olan hidrogen və oksigeni də oxşar üsulla ayırmaq olmaz, o kimyəvi üsuldur. Və bunu aydınlıq gətirir və bu cümlədə burada bu hissədə və bunun izahını verir. Qarışıq əmələ gətirən saf maddələr fiziki üsullarla bir-birindən ayrıldığı halda birləşən əmələ gətirən elementlər fiziki üsulları bir-birindən ayrılmır. Fiziki üsul dedikdə burada süzmə, buxarlanma, kondensləşmə və bunlar hamısı fiziki üsul nəzərdə tutulur. Yəni bunlar baş verərsə bu üsullarla maddələrin tərkibi dəyişmir. Və kimyəvi birləşməni bu üsulla ayırmaq mümkün deyil. Sonra qarışıqları istənilən nisbətdə bir-birinə qarışdırmaq olar. Məsələn, burada şəkildə göstərib hidrogen qazı. Hidrogen qazı biz bilirik ki, hidrogen molekullarından ibarətdir. Bunların hər biri hidrogen molekullarıdır. Bunlar da oksigen molekullarıdır. Oksigen molekulları burada göründüyü kimi bizə bu lazımdır. Yəni, mən sizə göstərməsin nişanladım. Və bunları biz istənilən nisbətdə qarışdıra bilərik. Yəni, nə deməkdir? 1 mol, 2, 3, 4. 4 molekul hidrogen. 1, 2, 3, 4, 5. 5 molekul oksigen qarışdırdıqda, yəni bunu istənilən nisbətdə qarışdırmaq bu deməkdir. Yəni, birindən 4, birindən 5 molekul götürülüb qarışdırmaq olar və ya bir hidrogen qazından 5 molekul, oksigen qazından 4 molekul qarışdırmaq olar. Yəni, qarışıqları istənilən nisbətdə bir-birinə qarışdırmaq olar və bu şəkildə bunu ifadə edir. Kimyəvi birləşmələrdə isə artıq kimyəvi birləşmə əmələ gələrkən hidrogen və oksigen qazından su əmələ gəlirsə, artıq biz burada bunu istənilən nisbətdə qarışdırmaq olar fikrini deyə bilmərik. Çünki kimyəvi birləşmə əmələ gələrkən
maddələr müəyyən nisbətdə bir-birinə reaksiya daxil olurlar. Məsələn, bax burada 1, 2, 3, 4, 5, 6. 6 molekul hidrogenlə 3 molekul oksigen reaksiyaya daxil olur və 6 molekul da su əmələ gəlir. Yəni burada müəyyən nisbətdir. Yəni müəyyən nisbətdə 6-3 nisbəti 2 bölünsün 1 nisbətində deməli molekullar nisbətində qarışması baş verir və bu ciddi surətdə qorunur. Yəni əgərsə biz hidrogen molekulundan 4 molekul götürsək, oksigendən artıq 2 molekul götürmüş olarıq və 4 molekul su əmələ gəlmiş olarıq. Necə ki 6 molekul hidrogen götürmüşdə 3 molekul oksigen götürdü və 6 molekul su əmələ gəlir və burada bunun nisbəti 4 bölünsün 2 bölünsün 1 nisbətində ifadə olunur. Bu həm də kütlələrin və nisbəti nəzərdə tutulur. Yəni qarışığa qayıtan maddələri istənilən nisbətdə qarışdırmaq olar, amma kimyəvi birləşmədən gətirən elementlər isə sabit kütlə nisbətində birləşir. Bunun izahı, yəni bu cümləni ifadə olundu burada. Sonra fəaliyyət var burada. Dəmirin kütlə qarışığının və dəmirin kütlə reaksiyası alınan birləşmə necə fərqlənər? Əvvəlcə bunu təcrübə aparmaqla da müəyyənləşdirmək olur. Əvvəlcə kükürt və dəmir tozundan ibarət qarışıq götürürük. Həmin qarışıq maqnit yaxınlaşdırırıq. Burada ki, kükürt yox, dəmir tozu maqnitləşmə qabiliyyəti olduğuna görə maqnitə yaxınlaşacaq. Amma kükürt və dəmir tozunu bir qədər götürüb çini kasaya əlavə edib onu spirt lampasında qızdırsa reaksiya baş verəcək və qara kütləli bir maddə əmələ gələcək. Artıq burada kimyəvi reaksiya baş vermiş olacaq. Yəni burada maqnit tərəfindən cəzb olunduğu halda izah edirik onu. Yəni burada qarışıq əmələ gətirən saf maddələr qarışıqda xassələrini saxlayır. Kükürt və dəmir tozu qarışığı maqnitləşmə qabiliyyəti olan dəmir maqnit tərəfindən cəzb olunacaq, amma kükürt isə cəzb olunmayacaq. Yəni kükürt öz xassəsini saxlayır, dəmir də öz xassəsini saxlayır. Amma reaksiya baş verərsə, kimyəvi birləşməyə gələrsə, hər iki maddə, saf maddə öz xassələrini itirir, yeni bir xassəli maddə əmələ gətirir. Necə ki, burada düşün müzakirə paylaş bölməsində, hissəsində həm xlor qazında, həm də xörək duzunun tərkibində xlor var. Nə üçün xlor qazı zəhərli olsa da, xörək duzu zəhərli deyil. Bunu müzakirə etdikdə məlum olur ki, xlor öz xassəsini saxlayır, xörək duzunda isə xlor natriumla birləşdiyinə görə öz xassəsini saxlamır. Yəni xlor burada saf maddə, yəni öz saf maddə xassəsidir, saf maddədir. Bu isə birləşmənin tərkibində olduğuna görə öz xassəsini saxlamır. Buna aid öyrəndikləri tətbiq edin, öyrəndiklərinizi yoxlayın, sadə suallar işləyirsiniz.